Esselamu Aleyküm. Heç istəməzdim bu mövzuya qayıdan bir daha, amma bugünkü bayram təbrikimlə bağlı yazılan bəzi şərhlər bu videonu çəkməyə məni məcbur etdi. Başlayaq ondan ki, bugün Azərbaycanda, tək Azərbaycanda yox, dünyanın bir sıra müsəlmanlar yaşadığı ölkələrdə bayram kimi elan olunub və bayram qeyd olunub. Bugün də Azərbaycan məscidlərində inanclı insanlarımız bayram namazını qılıblar. Və gələn məsələlərdən ixtilafi məsələlərə aydınlıq gətirmək istəyirəm. Bugün bayram deyil, bayram sabahdır deyənlərin ən böyük dəlili və bu həqiqətən də var, odur ki, ayı görmədinsə bayram deyil, bayram növbəti gündür. Bəli, belə bir hədis həqiqətən də var. Amma gəlin bu hədisi bir incələyək və görək digər hədislər bu barədə nə deyirlər. Əvvəla, heç də şərt deyil ki, hər bir müsəlman yaşadığı ərazidə özü şəxsən ayı görməlidir. Bunun üçün digər bir dəlil və hədis də var ki, bu və ya digər məntəqələrdə bir qrup müsəlmanın, bir neçə nəfərin şahidliyi yetər ki, bayram elan olunsun, əgər onlar ayı görüblərsə. İkinci bir dəlil, yəni bugünün bayram olmasına dəlil olaraq gətirdiyimiz argument odur ki, Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm bizə dedi ki, cəmaatla birlikdə olun, sizin orucunuz cəmaatla, bayramınızla da cəmaatladır. Və əgər bugün Azərbaycanda tutalım, hətta siz deyən düzdür. Bütün inanclı insanların əksəriyyəti məscidlər dolub daşıb, maşallah cəmaatla, hətta İlahiyyat məscidində 2 dəfə qılındı bayram namazı. Bugün bütün cəmaat bayram edirsə, ixtilafda olmaq və cəmaatdan çıxmaq yanlış məsələdir, müxaliflikdir. Çünki Allah Rəsulü bizə dedi ki, cəmaatda olun, cəmaatdan ayrılmayın. Və ondan da vacib, ondan da üstün bir rəy Allah Təbarək və Təala ayəsində bizə dedi ki, Ali İmran surəsi 103-cü ayəsində bir-birinizlə çəkişməyin, parçalanmayın, firqələrə bölünməyin, qardaş olun, vəhdətdə olun. Yəni, bütün bu dəlillər bayramı bugün qeyd etmək üçün kifayət qədər güclü bir argumentlərdir. Və digər bir dəlil də ondan ibarətdir ki, az öncə də qeyd etdiyim kimi, bir qrup müsəlmanın bir neçə nəfərin bir məntəqədə görməsi kifayət edir ki, digərlərinə də elan olunsun və digər məntəqələrdə də bayram qeyd olunsun. İndi mən digər argumentlərdə, digər dəlil və sübutları da diqqətinizə çatdıracağım. İstəyərsiz qəbul edin, istərsiz etməyin. Bəzi İslamı bilməyən savadsızlar elə düşünürlər ki, bugün bayram qeyd edənlərin üzərinə 60 günlük kəfarə düşüb. Bu belə deyil. Hətta tutalım, siz dediyiniz doğru olsa belə, qəsdən orucun pozulmaq niyyəti burada yoxdur. Qəsdən orucun pozulmaq niyyəti cinsi münasibətlə əlaqəli olarsa Ramazan ayında, bu halda 60 günlük oruc kəfarəsi var. Digər hallarda isə bilmərəkdən orucun pozulması hər hansı bir səbəbdən bir günlük kəfarədir növbəti günlərdə. Yəni, bildiniz, bilmədiniz, niyə danışırsınız ki bu məsələlərdən? İslam dinində birinci əvvəla İslamda olun, İslama daxil olun. La ilahə illallahın mənasını bilin, inkar və təsdiqi bilin, ondan sonra bu məsələlərə daxil olarsınız. Digər bir məsələ, bugün artıq dünya dəyişir. Tutalım, əgər siz deyirsiniz ki, gözlə görülməlidir, şərtdir, bəli bu şərtdir. Amma teleskopla kiminsə görməsi bu şərt üçün kifayət edir, yoxsa yox? Əlbəttə ki, kifayət edir. Bugün dünyada insanlar hər ziyarətinə, əgər sizin dediyiniz məntiq ilə yanaşsa, onda dəvə ilə getməlidirlər. Təyyarə ilə getmək olmaz. Bugün insanlar abdest və qüsullarını onda sizin məntiqinizlə, duşla ala bilməzlər. Mütləq kruşka ilə almalıdırlar. Qabla su töküb qüsul almalıdırlar, dəstəmaz almalıdırlar. Bu yanlış fikirdir. Yenə də deyirəm, ən böyük şərt burada odur ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm bizə əmr eləyib cəmaatda olmağı. Və əgər bugün bizim böyük bir cəmaatımız, böyük bir insan axını, inanclı insanlar bugünü bayram eləyiblərsə, siz ona dil uzatmayın. Çünki siz Allah Rəsulunun sünnəsinə müxalif olmuş olursunuz. Qaldı ki, ayın gözlə görülməsi, bunun dəlillərini artıq sizə dedim. Bir məntəqədə bir neçə müsəlmanın görməsi kifayətli digər müsəlmanlar üçün də elan olunsun bayramla bağlı. Kəfarə ilə bağlı da fikrimi bildirdim sizə. Baxın, 31 Mart 2025-ci il, burada indi dəqiq yəqin ki düşəcək və görsənəcək. Baxın, görürsünüz, 31 Mart hətta bəzi mənbələrə görə 3-cü gün hesab olunur və ayın görüntüsü 6%-dir. Bu isə o deməkdir ki, minimum bu ay, sabahki ay 2 günlük aydır. Ən azı 2 günlük aydır. Yəni, bu da sizin üçün daha bir dəlil. İnanmırsınız, yazarsınız, yoxlayarsınız, baxarsınız. Və yenə də deyirəm,
Məsələləri qarışdırmaq lazım deyil. Bugün bayram etmirsən, sabah edirsən, özün bilərsən, öz işindir. Amma inanclı insanlara dil uzatmaq, onlara təni etmək, boynunuza 60 gün kəffarə düşdü. Bu kimi fikirlər nəyə lazımdır? Bizim dəlilimiz Quran və sünnətdir. Quran bizə dedi Ali İmran surəsində, parçalanmayın, cəmaatda olun. Allah ayəsində dedi bizə, biz də cəmaatdayıq. Allahın rəsuludur sonradan bizə dedi ki, cəmaatla bayramınızı eləyin. Biz də etdik. Biz 29 gün oruç tutmamışıq ki, bugünkü gün özümüzü bayram namazından məhrum eləyək. Biz insanlar olaraq cəmaatda o bayramın dadını, duzunu çıxartmaq istəyirik, ləzzətini çıxartmaq istəyirik. Allaha boyun əyməyin, itaətkarlığın pik nöqtəsini, finalını bugün bayramda yaşamaq istəyirik. Niyə insanları bundan məhrum edirsiniz? Niyə dil uzadırsınız? Yaxşı, sabah kimlə qılacaqsınız namazınızı? Başa düşdüm, öz düşüncənizdə olan bir qrup insanlar qılacaqlar. Qılın, biz heç nə demirik. Biz demirik ki, siz səhvsiz, biz düzük. Amma ən azından cəmaatda olmaq Allahın və sonra da onun rəsulunun əmridir. Yenə də deyirəm, hətta bu məsələdə yanlışlıq olsa da belə, çünki qiyamət günündə biz deyəcəyik ki, biz Allahın ayəsinə itaət etdik. Biz Allahın ayəsinə və onun rəsulunun dediklərini etdik. Siz nə deyəcəksiniz? Filan kəs ağa dedi, biz etdik. Filan kəs dedi, biz etdik. Biz ona təqlid etdik. Biz buna təqlid etdik. Yenə də deyirəm, bu fikir ixtilafıdır. Mən buna ümumiyyətlə girmək istəmirəm. Amma baxın, bir tərəfdə Allah və Rəsulunun dedikləri, digər tərəfdə hansı alimin dedikləri və əgər hansı ağır gəlirsə, sizə hansı daha rahatsa onu da edin. Yəni sizin öz işinizdir. Bu məsələdə ümumiyyətlə insanlar üçün ən faydalı olan, ən bərəkətli olan, bu mənim subyektiv fikrimdir və Quran və ayəsinin və Peyğəmbərin də dedikləri cəmaatda olmaqdır. Dövr dəyişib artıq cihazlarla bunu müşahidə edirlər və s. ilə axır 1000 dənə şey çıxıb. Bayaqları dedim, Məkkə o dövrdə dəvə ilə qatırla gedirdilər. İndi biz də dəvə ilə qatırla getməliyik, təyyarədən istifadə etməyək. Bu nə məntiqdir, bu nə yanaşmadır. Allah bütün oruç tutanların orucunu qəbul etsin. Bu video bir qədər uzun oldu. Sadəcə hər il bu ixtilafa girməkdənsə, ixtilafdan çıxmaq daha yaxşıdır. İxtilafdan çıxmaq isə Allahın ayələrinə və Rəsulullahın dediklərinə gəlincə siz özünüz də ixtilafdan çıxacaqsınız. Digər bir dəlilimizi də deyim, bununla da bu videonu yekunlaşdırmaq istəyirəm. Məyər dünyada Qədr gecəsi Misir üçün başqa gündə, Ərəbistan üçün başqa gündə, Türkiyə üçün başqa gündə, Azərbaycan üçün başqa gündədir? Yox. Qədr gecəsi bir gündür, bir gecədir. Bu daha bir dəlil. Bunun haqqında da fikirləşin, bu məntiq haqqında da. Və digər də böyük çəkisi olan bir dəlil də, arqument də ondan ibarətdir ki, insanlar necə olur da Ramazanda olan bu ixtilaf bir günlük, Qurban bayramında gəlir birləşir. Qurban bayramında həcdə bütün zəvvarlar hamı birlikdə Qurban bayramını qeyd edir. Necə olur? Dünən ayın 9-u olan bugün ayın 10-na necə gəlib çatır? Və əgər sizin dedikləriniz doğrudursa, hər ildə bir gün, tutan 3 ildən bir gün ixtilaf olarsa, geri, önə keçmə olarsa, 14 əsrdə indi təqvim necə olmalı idi? Bir fikirləşin də bunları. Ona görə də cəmaatda olun. Bunu mən demirəm. Bunu Allah Rəsulu deyir. Və bundan da daha üstün olan Allah deyir. Birlikdə olun, ümmətdə olun. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.